Hamı Allah'ın salamı olsun Qiyaslı kəndinə. Belə deyimi, bağçanın altından gedən yoldan qalxırıq. Qiyaslı'nın Söğütlü qol tərəfinə qalxırıq. Və indi onlar maşından getdilər. Allah hamd olsun. Bir ləzzətli də havadır, ilahi pərverdigarı. Bir gözəl hava var, cənnətdir də elə bil. Qurban olum Ağdama, Qiyaslıma, nə bilim Qarabağıma, Azərbaycanıma. Amma doğrudan da Allah hamd olsun. Adam nəfəs aldıqca alır. Ya bu deyir, bax bu gülün çiçəkliyində niyə də almayasa? Buna baxıysan Allah. Nə qədər dağılsa da, nə qədər dağılsa da. Elə bu gül, çiçək, bax bunun hamısının ətri, qoxusu. Nə bilim adam ləzzət alırsan da bir sözlə. Ləzzət alırsan vallahi. Qanqalındakı doğrudan da bal kimidir də. Ya qanqaldan buna baxacaqsan Allah. Çələkdir, çələk. Gül çələngi, çiçək çələngi. İlahi də qəşək burada. Çiçək iyi gəldi, hansınınkidir bilmirəm. Gözəl kəndimiz. Gözəl məscidimizdir. Xıdırlı o tərəfdə görükür. Gün o gün olsun biz də qayıdıb gələyin elə. Gözəl. Cənnət məkan kəndimizə inşallah. Bir şey qalmayıb. Bağçanın. Mən də bağçanın yoxuşundayım. Allah'ın da olsun. O əvvəllər bir söz var idi. Gördü dillə demək mümkün deyil. Aldı sazı görək nə dedi. Yemliyə baxıysan Allah. Yemliyin çiçəyinə baxıyıb. Bəh. Ətrinə, qoxununa qurban olmay kənd. Ay torpaq. Bəh. Demirəm, deyirlər bizim kəndində plan yorkası olacaq. İnşallah. Ona görə elə hər dəfə gələndə adam bilmirsən elə bir nə vaxt olacaq. Elə bilirəm ki, gələn dəfə gələndə görəcəm ki, buraları düzdüyüblər. Burada belə deyim, bu bağçanın yoxuşudur. Qiyaslı'nın Söğütlü qolundayım, Söğütlü qolunda. Allah'ım ya nəsib eləsin. Elə gəl, ziyarət elə. Allah bəlkə də böyük rahatçılıq tapır adam. Bəlkə də yoxdur, oradan tapır. Yemliyin nə qəşək çiçəklər olurmuş. Elə həmişə yemliyi biz belə deyim də o sütül vaxtı yeyirik. Heç onun çiçəyi mən retki görmüşüm. Bəh, hala qalxıbdır. Türpək. Sağ qurban olmay Allah. Neyse bu günlərə min şükürlər olsun. Gözəl günlər yaşayırıq. Allah cəm dünyasını dəyişmişlərimizə rəhmət eləsin. Bütün şəhidlərimizə rəhmət eləsin. Xudavənd şərm Allah o gözə görünməz Ali Başkomandanın kürəyində dursun. Onun atasında Ulu Öndər Heydər Əliyevə qəni rəhmət eləsin. Yəni elə bir həyat yaşadıq, elə bir tarix yaşadıq, elə bir qalmaqalları keçdik ki, bu günləri doğrudan da onun ləzzətini, dadını elə bir adam indi çıxardı. Xəstə adam, ürək xəstəsi bir nəfəsə qaldım, buranı. Neyse, bəh. Gedək burada olasan ki, bu gülün, çiçəyin, ətrin, qoxusun elə bir valla. Biləsən, görəsən, nə qəşəkdir ilahi. Nə gözəldir, yəni hər yeri belədir. Hər yeri bax belə gül çiçəkdir. Güldü çiçəkdir. Bax burada düz qozun dibidir. Bax bu lalənin yanından keçirdin üzü bu tərəfə. Gedirdin Hüseynbəyli Aslanovkasına tərəf. Burada düz qozun dibi. İndi qozun dibindəki şükür Allah'a ham bilirdi. Amma elə bir çoxdandır gələn olmayıb deyil. Hər tərəf şey olubdur.
Bak bu da gülafın akasyaları çiçeği hele tam açmayıb. Hele tam açmayıb. İlahi keçən il nətəriydi bu. Bak bura Həsən əminin məhləsidir. Buradan da bak belə yavaş yavaş girəcəyik bizim məhliyə. Bizim küçüyə, bizim evlərə. Ay dadi bidat. Yolun ortasında da nə tər elə bil. Heç mən belə görməmişdim. Nə qəşəkdirsən Allah, nə gözəldir. Bəh, 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 bəh. Əla deyil, həyat. Bak burada evlərin yanına yavaş yavaş gedirik. Öz evimizə doğru. Allah, Allah. Bu günlərə şükürlər olsun, onun söhbəti yoxdur. Amma gülə çiçəyə baxırsan, adam doğrudan da ləzzət alır. Çok şeyinde adama çatırken ilahi. Doğrudan da ne güzel yerimiz, yurdumuz olur. Olabilir vaxtında qədrin, qiymətin bilməmişik, onun söhbəti yoxdur. Amma kaş elə indən belə vətənin, torpağın, hər şeyin qədrini bilək. Bizə məxsus olan nə varsa. Bax, bura Raufgil'in eviydi. 2 mərtəbə buradan çəkilişlərimiz olur. İndi heç nə qalıb görünmür. Bu tərəfdə də Zeynalov Əlinin eviydi. Deyə bax, burada da onun elə bir həyətinin qabağı ilə plitkeydi. O da ki, ona görə qəşək görükür. Bax, belə ayrı başqa. Bəydadə bir dat bu neydi belə. Bax, bura Düymə xalacının evidir. Oruçgilin, Nizamigilin. Belə də gəlirsən burada. Rəhmətli Möhsim əmgilin evidir. Rübabə xalagilin evidir. Qalanlara Allah can sağlığı versin. Ölənlərimizə Allah qəni rəhmət eləsin. Üzbəyiz belə rəhmətli Çoban əmgilin, Sona xalagilin evidir. Allah qəni rəhmət eləsin. Ölenlerimize, kalanlarımıza da can sağlığı. Hiç buradan Sabalan əmgilin evi görünmeyeceği elə bil. Öyle böyle kalkıp emelli başta Allah hamd olsun. Bak buradan da yok görüşür. Bu da Sabalan əmgilin, Entika xalagilin evidir. Burada bizim dağdağanlarımız, zaborun yeri çatmışır ucu. Bizim həyətdəyik amma Allah. Nə tər qalxıbdır buna baxıysan Allah. İncidi, bölükkanı, dağdağanı. Ləzzət deyib, Allah ləzzətdir doğrudan. Bura Aftab xalagilin, Hömbətgilin evidir. Tahirgilin. Seula salamlar olsun. Belə. Böyle. Çok ama Kur'an'ın da olsun ele yer var ki ne ter gülün çiçeğini adam vurursa hala aktar ki gör. Yemlik değil bu. Değil ha. Buna bak. Çoma. Salam aleyküm. Ay hayatımız. Ay evimiz. Allah dünyasını dəyişmişlərimizə qəni rəhmət eləsin. Hamısına, dədəmə, nənəmə, qardaşıma, babama, yenə nənəmə, nə insanlar gəlib gedib buradan. Allah hamısına qəni rəhmət eləsin. Bax, bu da bizim həyətimizdir. Düzdür, biləsin. Həyətin o qabağında, evin qabağında belə deyib, beton tökülmüşdü belə. Şey var deyin. Burada heyli ot bitmir. Ay dadi bir dat bu nədir belə buna baxıysan orada. Bəh. Qızıl gülümüzdəki kökünü itirməyib. Düyməsi var amma hələ açmayıb. İlahi nə tər açmışdı keçən il gələndə. Buranı da ki onun o iyi qoxu götürmüşdü də. Əla. Bu da bizim evimiz.
Harda keçib? Burada araba sürmüşsən. Arabamı sürürdüm bu yolda. Harda? Bu yolda. Oradan başlayırdım. Düz Qumlu Dəriyə qədər. Qəmbər, Allah bu ocağınızdan köçənlərin Allah rəhmət eləsin hamısına. Cümlemizin, cümle şad olsun. hamısı. Allah sizə də ömür versin, can sağlığı versin. Çox təəssüflər edirəm. Hər dəfə gələndə mən burada şey keçirdim. Həyazdan keçirdim. Qazının ağzında Hər- bayram İkiniz de- dərdləşəsən. Amin inşallah. Da indi Sən burada dayanmasak da başka yerde. Sən mənim bir şəxsi bir müraciətim var. Topluma, mümkün. Onu sən zapt eləməsən, mənim şey gibi, məqsəd gibi. Dünenleri burada gelen olup ya belki de büyüğün gelen olup. Kimse gelip diye bak bura Rəhim əmgilin qapısıdır. Bak diye bak buradan belə gedən də Kərəm əmgiliydi. Aftab xalanın Ənbər müəllimgilə də bir çığır gedirdi. Düz o divarın böyründə. Açığın deyim ki valla düz deyindi ilan çəyində ola bilər, hər şey ola bilər. Amma elə bax buradan çəkirəm Allah hamısına ölənlərimizin rəhmət eləsin. Qalanlarımıza da sağlam ömür versin ki hamı gəlsin bax bu gözəl yerimizi, yurdumuzu həm ziyarət eləsin. Burada tikiləndə elə yaşasın. Gözəlliyə bax sən Allah. Orada Gilaxalanın eviydi. Bax bu evi Rafael Tiymişdi. Bax bura Əhməd əmginin, Gülzada xala, Abbas, Həsən, Hüseyin onların evidir. Bax bu döngədən də dönülür yavaşal. Heç nə qalmayıb, düzdür. Elə burada bir dənə tut ağacıdır. Bax buradan yol gedirdi Nəsib əmgilə. Allah hamısına rəhmət eləsin. Arifgilə, Asifgilə. Buradan da girirdim Meşəmginin qapısına. Mamoğlu dayından geldi. Bak böyle. Bura Meşəmginin eviydi. Bak bura Kürdastan deyirdi. Allah qəni rəhmət eləsin. Kürdastanın evidir. Bak böyle. İndi hamısını bir sadalamakta olmur. Yalanı yoktu. Mamoğlu ziyaretini eləyib geldim. Bak bu yemlikten de ye bu sütüldü. Buna bakayım. Bal kimidi. Bak bura Məşədoğlu Əkbər. Allah qəni rəhmət. Bak burada Süleyman əmgilin evidir. O tərəfdə Məmməd Söyünün eviydi. Ortada. Yoktu heç nə görünmür. Onun ki biraz alalıydı. Bak belə. Belə də biraz gedəndən sonra rəhmətli Əmir əminin eviydi. Böyük kişi əminin eviydi. Alış əminin, İmran əminin. Gedirdin düz aşağı Yavaşallıya. Daha qayıtdıq buradan. Qaydası olduq. Heç nə olmaz. Buna da min şükür. Bir belə gəllik, gəzirik. Deməli qozun dibində. Allah hamının canını sağ eləsin. Qəşək burada kətçilərlə görüşdük. Noruz, Qənəmin oğlu, Aqil, Meşəmin oğlu, Faiq, rəhmətli Məzid müəllimin nəvəsi, Mətləbin oğlu. Mətləbin oğlu. İndi burada da şimdi biz bayaqdan ilə özümüzü reklam eləmişik. Aslanovka'da görüşmek de geçer değil. Valla. Arada çekip koysan kendimizi, elimize olmamızı Allah seni var eylesin. Cümlemizi. Şakir hesabına kıyasından ayrılmadık. Eyle bakır, en ağayla. Kalan burada abi. Buyruğuna bak. Qəmbər də işğaldan sonra elə ancaq buraları çəkir. Gələnmidi, amma Qəmbər insanı baxır. Rəhmətə gedir. Mən olmamışam da 78'den ben çalıp çıkmış. Dedim falan şahsına olmayan. Senin için Bu da Nazlıxanlıya gedən yoldu, Məktəbə İdarəyə gedən yoldu, Keştazlıya gedən yoldu. Belə, nə bilim, gün o gün olsun, hamı elə qaçsın, yerimizdə, yurdumuzda sağ-salamat görüşəyik. İnşallah, belə. Elə bunun özünə ləzzətli qurban olum Allah'a, valla.
Bak bir yol gedir. Qozun dibi, Ançı Qol, Ağdam. O istiqamət, Şahbulaq. Dayandığım yerde Allah rəhmət eləsin hamısına bak bu. Molla Allah verdi kişinin evidir. Bak buradan da yol gedir. Allah gən hamısına rəhmət eləsin. Hak verdiyə də rəhmət eləsin. Hak verdigilə gedən yoldur. Bak bu Əlamdarcının evidir. Qalanlara can sağlığı arzulayıram. Allah Balışqalıya da rəhmət eləsin. Dayın tanıdığımız Əlamdara da hamısına da can sağlığı arzulayıram. Qardaşlara, bacılara, nəvələrə hamısına. Üzü bu tərəfə də, üzü bu tərəfə. Belə də gedir yol, idarə, məktəb, Keşdazlı, ət yeməzdir. Bax belə. Buradan da belə görünətər görükürək, Çoban dağı, Koroğlu dağı. Gözəl. Allah hamının canı sağ eləsin, hamıya nəsib olsun. Sağ salamat gəlib kəndimizdə, yerimizdə, yurdumuzda yaşamaq. Mənlə hər gələndə bax bu təpənin üstünə qalxıram. Düz idarənin qabağına haradasa bir iki maşın belə torpaq töküblər. Bax bu bizim Jerzins qadına Safozun idarəsi olubdur. Buna bax, gör həyəti nətərdir. Nə ambarından bir xəbər var. O tərəf Keşdazlıdır. Bax, bax. Bax, burada da maşında dayanıb məktəbin qabağında. Bura plaşatka idi. Hələ burada bu tikillərin yerində kərpiş məktəb var idi. Mən birinci sinif orada getmişim. 1968-ci ildə birinci, ikinci sinifi burada oxumuşum. Sonra təzə məktəbə tikilib. Böyük siniflər oxuyurdu, sonra bizi də apardılar ora. Bax, burada məktəbimizdir. Məktəbimiz olub, məktəbin həyəti. Tamam. Ne bileyim sonra evler tikilmişti ya burada. Belə, ne bileyim qurban olma Allah'a. Gəzək çəkək də görək. Görək hara kimi gedəcəyik inşallah. Nələri görəcəyik, nələri görməmişik. Nələri keçməmişik. Amma birdən baxırsan da görürsən gene de sözlü, söhbətli var, danışanlar var. Hərənin bir fikri var. Bak bu da məktəbin qabağındakı bak o şam ağaçlarıdır. Bak belə kəndin ortasında zadyatka qutardı. Allah bütün qohum əqrabanın canını sağ eləsin. Bu Ağdama da köç olubdu elə. Mən də Bacıoğlu Gül'ün evindən bax bunu çəkirəm. Allah hamıya nəsib eləsin. Yəni kətdən də belə deyim. Kətdən çıxıb gəldim, burada zadyatkaya qoydum. Elə buradan da xudafisləşim, hamıya nəsib olsun. Yerinə, yurduna qayıtmaq. Nə qədər qəlbində, ürəyində, bax o doğulduğu yerin nə bitər dərləri, onun həsrətini çəkənlər var. Allah onlara ömür versin ki, qayıtsın, gəlsin sağ salamat. Qalan ömrün öz yerində, yurdunda, ürək istədiyi yerdə yaşasın. Belə, bax burada da elə kətdə də görüşlər də oldu, hər şey oldu. Allah hamının canını sağ eləsin. Bu günü bizə yaşadan Ali Başkomandanın Allah kürəyində dursun, o gözəl ordumuzun Xudavəndi Kərim Allah kürəyində dursun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qalanlara da can sağlığı versin, gələyim bax gözəl yerimizə, yurdumuza. Qazilərimizlə bir yerdə inşallah. Öpürəm hamını.